Eyni zamanda stresləri də adətən deyirlər ki, çoxlu stres də əvvəl-axırına Xanım, gətirib mən çıxardır. dedim axı, onlara demək lazımdır ki, bu xərçəngin əmələ gəlməsində 400 nəzəriyyə var. Hər boş kəllədən bir cümlə çıxıb, xanım, bunu heç kəs qəbul eləmir. Bunu özü qəbul edir, o birisi qəbul eləmir. 400 nəzəriyyə var. Onun biri də sizin dediyim bu nəzəriyyədir. Biri də deyir, mis qabda yeməkdir. Biri deyir, nə bilim, mən alüminium qabda yeyəndə xərçəng olur. Biri deyir, yox, oksigen çatmayanda xərçəng olur. Bunlar deməklə deyil. Dəqiq elmdir bu. Elm dəqiqlik sevir. Qanda hemoqlobini artırmaq üçün nə etmək lazımdır? Əvvəlcə hemoqlobin niyə azdır? Hemoqlobini az olan adamların, yenə də deyirəm, 70-80%-nin səbəbi mədəsidir. Mədədə hemoqlobinin tərkibində dəmir var. 2 valentli dəmir var. O dəmir, bədənin dəmir zavodu yoxdur. Biz yediyimiz qidalarda ətin tərkibindədir, almanın tərkibindədir. O dəmir bağırsaqdan qana sorulması üçün mədənin çıxacağında bir faktor var, Kasli faktoru. O faktorla birləşib qana sorula bilər. Əgər adamda acıca qastrit varsa, mədə xəstəliyi varsa, o hüceyrələr ki var, o Kasli faktoru ifraz edən hüceyrə, onların miqdarı azalır. Az Kasli faktoru ifraz edilir, az dəmir bədənə keçirir. Az da hemoglobin yaranır. Başa düşdünüz mü? Ay ona qırmızı kök ver. Ay ona qırmızı qızıl əhməd alması ver. Onlar boş şeydir. Əgər o Kasli faktoru normaya düşməsə, o sağalmayacaq. Anemiyanın, buna deyirlər jelizi defisitlə anemiya, dəmir defisitli anemiya, 70-80% bu anemiyanı bu təşkil edir. Bu da bilirsiniz nədir? Mütləq nə yeməlidir bunlar? Bunlar mütləq mədəsini sağaltmalıdır. Mədəsini yoxladıb, sağalandan sonra görürsünüz. Problemin kökünə getmək lazımdır. Qan təzyiqinin müalicəsi varmı? Əlbəttə o. Çox qəribə suallar verirlər. Səbəbi aydınlaşdırmadır. Çox səbəbdən qan təzyiqi yaranır. Çox səbəbdən. Xolesterin çox olar, təzyiq arta bilər, xanım. Xolesterindən növlər var. Lipoproteid, disk hipotid. Aşağı sıxlıqlı lipoproteid, çox aşağı sıxlıqlı lipoproteid, orta sıxlıqlı lipoproteid, nə bilim, yüksək sıxlıqlı lipoproteid. Bunlar çox olanda ola bilər. Çoxlu duz yeyərsən, təzyiqin arta bilər. Damar daralar, təzyiqin arta bilər. Ürəyin fəaliyyəti artar, təzyiqin arta bilər. Bunların hamısının ayrı-ayrı səbəbləri var və hamısına qarşı da ayrı-ayrı müalicə üsulları var. Siflis xəstəliyinin müalicəsi varmı? Nə? Sağalandımı siflis xəstəliyi? Nə? Siflis. Siflis? Aha. Siflislər çoxdan nə ləv oldu siflis. Siz onu deyin, siflis xəstəliyi çoxdandan ləğv olunur. Bu xəstəlik az miqdarda bəzi ölkələrdə qala bilər. Yəni müalicəsi tapılmış bir xəstəlik. Nə var o müalicə olunur xanım? Uşaq əsəbiliyinin müalicəsi varmı? Uşaqlarda ümumiyyətlə əsəbilik niyə olur? Belə bir sual var. Xanım, mən sizə deyim, bu hara gedir indi, bax bu zat? Hara verilir, hara gedir? Bizim yol səhifəsində canlı yəndə. Hara verilir? Nədir o? Nə ilə verirlər? Kompüterdir, nədir? Bəli, internetdə. İnternet, bax. İnternetdə yazıblar ki, 3-4 yaşlı uşaqlarda hiperkinetik sindrom əmələ gəlir. Sindrom nədir? Yəni, bu səbəbi məlum olmayan hiperkinezi nədir? Uşaq şuluq olur, bir təpi oraya vurur, əlini buraya vurur, bunu buraya vurur, onu oraya vurur. Niyə? Ondan sonra da normallaşır. Çünki 4 yaşına qədər bütün somatik sinir sistemində miyelizasiya qutarır. Beyində adamın 50 milyard neyron var, 30 yaşında ağıllı olur. 30 yaşında. Amma bu uşaq 4 yaşında miyelin əmələ gəlibsə, o reflekslərini yoxlayır uşaq. Taraf oraya bir təpi vurur, görüm impuls keçirmi. Əlini buraya vurur, görüm dəqiqdirmi. Buraya vurur, dəqiqdirmi. Onunla da özünü yoxlayır. Bu düzdür ki, hiperkinetik sindrom deyil, simptomdur. Səbəbi də refleksini yoxlamaqdır. Bir izləyicimiz bir sual göndərib. Əslində cavablandırdınız, amma bir daha da soruşur. Deyir ki, kətdə yaşayıram, quyudan su çəkirib, quyuya yod sürsəm, suyumuz yodlaşarmı? Yox, xeyr, yox. Yod məsələsi çox böyük marağa səbəb oldu. Rəşid müəllim bildirir ki, bizim apteklərdə aldığımız yod, Rəşid müəllim... Onu içmək zəhərlənib ölərsiniz, o ayrı şeydir. Fərqli maddələrdir. Bəli, kalium yodat edir.